Tamaşaçılar, bilik saatı davam edir və bilik saatında mövzumuz nə olacaq? Onu vurğulayım ki, biz deməli Çağdaş Təhsil jurnalı haqqında sizə məlumat verəcəyik. Yəqin ki, mediadan Çağdaş Təhsil şirkətinin, jurnalının fəaliyyəti haqqında bilirsiniz. Amma təbii ki, daha ətraflı studiyamızın qonaqları məlumat verəcək və qonaqlarımız kimdir? Çağdaş Təhsil jurnalının təsisçisi Vüsal Kəlbəcərli və redaktor müavini Günel Nəciyeva. Doğru mu? Bizimlədilər, salamlayıram, xoş gəldiniz. Çox sağ olun, xoş gəldiniz. Vüsal bəy, əslində sizin fəaliyyətinizlə bağlı mediadan, xəbərlərdən, saytlardan belə məlumatı var tamaşaçılarımızın. Amma sizi dəvət etdik ki, bir də özünüz buradan canlı olaraq da tamaşaçılara özünüzlə bağlı, şirkətinizlə bağlı məlumat verəsiniz. Və təbii ki, maraqlıdır ki, sizin bax bu karyeranız nə vaxt başladı, necə başladı, bu haqda danışardıq. Çox gözəl. Mən Vüsal Kəlbəcəri, Çağdaş Təhsil Mətbuatının rəhbəri. Biz 20 ilə yaxındır ki, fəaliyyət göstəririk. Fəaliyyət göstərdiyimiz müddətdə Respublikamızın ən ucqar kətlərinə qədər, bütün rayonlarda, bütün kəndlərdə həm qabaqcıl müəllimlər, həm təqaüddə olan müəllimlər, həm istedadlı şagirdlər və o cümlədən də nümunə və qabaqcıl reptir müəllimlər haqqında gözəl mövzulu məqalələr hazırlamışıq və hazırlayacağıq da. Bizim qeyri-mətbu orqanlardan fərqimiz odur ki, biz bütün rayonlarda sırf təhsil işçilərini və təhsildə canlı fəda vermiş müəllimlər haqqında geniş şəkildə məqalələr hazırlayırıq. Əlbəttə ki, bu təkcə mənim deyil, bizim işçilərimiz sayəsində olubdur. Demək, bizim qabaqcıl müəllimləri mən sizə adlarını çəkmək istəyirəm, bir neçə nəfər qabaqcıl müəllimlərin adlarını demək istəyirəm. Abuşova Mərifət müəllimdir, məsələn, Lənkəranda biz təqaüddə olan müəllimdir, Bayram Vahitə müəllimdir Lənkəranda, Dadaşova Samirə müəllimdir. Bunlar, məsələn, Lənkəranda biz bir neçə nəfər müəllimlərim, amma hər dəfə 3 nəfər, 5 nəfər, 10 nəfər müəllimləri çəkirik adlarını və onları işlandırırıq. Ondan əlavə Astarada Azərbaycanın ən gözəl rayonlarından biri Rəqsanə müəllimdir, Lənkəranda Ədalət müəllimdir. Çoxu deyən Lənkərandandır, Vüsal bəy. Hər dəfə biz bu verilişimizdə ancaq Cənub zonasından Astara Lənkəran... Hə, ona görə. Astara Lənkəran Regional Təhsil İdarəsi haqqında və oranın şagirdləri haqqında geniş şəkildə məlumat verəcəyik inşallah. Buradan da bu arada, yəni bütün bölgələrimizi salamlayırıq, amma xüsusən də Cənub bölgəsi diqqətiniz bizdə olsun. Çünki Vüsal bəy buradan Cənub bölgəsində həm də təqaüddə olan bunlar müəllimlərdir, yoxsa həm təqaüddə olan müəllimlər, həm qabaqcıl müəllimlər, həm də nümunəvi müəllimlər, həm də repetitor müəllimlər haqqında. O cümlədən də şagirdlərin adlarını biz indi burada işlandıracağıq, Allah qoysa. Demək, orada Əliyev Vüsal müəllimdir, Əliyev Ədalətdir, Əliyev Aytən müəllimdir, bunlar Cəlilabaddandır. Masaldan Əşrəf müəllimdir, Əskərov Əşrəfdir, Cəlilabaddan Gülyaz müəllim, Qocaman müəllimdir, Qocaman müəllimdir, adlarının şəklini göstərdiniz. Sonra Nağı müəllimdir, Masallıdan Həşimov Nağı müəllimdir, Cəlilabaddan Təranə müəllimdir və Kərimova Könül müəllimədir. Biz bu kimi müəllimləri hər zaman işlandırırıq və işlandıracağıq da inşallah. Və o cümlədən də bizim işimizin müsbət cəhəti ondan ibarətdir ki, məsələn, biz Quba rayonunda və yaxud da ki, Astarada olduğumuz müddətdə Astaranın elə kəndi var ki, Toradi kəndi, Sım kəndi, Pəlikəş kəndi, o kəndlərə qədər biz gedib müsahibələr götürmüşük.